və axır ki, dərslərlə qurtardıq. Bugün 12 iyul sonuncu blok imtahanımızı verdik, 1-ci və 4-cü qruplar olaraq. Bugün biraz imtahan səviyyəsi ilə bağlı, suallar necə düşmüşdü, şəraitlə bağlı biraz bu videoda qısa bir müzakirə aparacağım. Mən Mehrac, kanalıma xoş gəldin. Əvvəla suallar səviyyəsinə baxsaq, 7 iyulla qarşılaşdırsaq, həqiqətən də bu dəfə düşən 4-cü qrup sualları nisbətən daha asan idi, situasiyalar daha anlaşıqlı idi. Düzdür, müəyyən suallarda çətinlik yaransa da, həqiqətən də yəni mən belə son bir ayda dərsləri çox zəif oxumağıma baxmayaraq artıra biləcəyimi hiss edirəm nədənsə. Sual səviyyələri həqiqətən də çox rahat idi. Dəhşət rahat demərdim, amma biraz nisbətən rahatlaşdırılmışdı. Əlbəttə ikinci imtahan bəzən elə olur. Və dediyim kimi yenə C kitabçası mənə gəldi düşdü. Hər zaman bilmirəm niyəsə mənim C ilə alıb vermədiyim var. Yəni bu dəfə də yenə C kitabçası gəldi mənə düşdü. İnşallah ki, hər halda istədiyim nəticəyə nail olaram deyə düşünürəm. İmtahan şəraiti ilə bağlı danışacaq olsaq, müəllimlər heyəti həqiqətən də bizə qarşı mehriban idilər. İstədiyimiz zaman onlara müraciət edən zaman bizə öz fikirlərimizi söyləməyə icazə verirdilər. Və imtahan otağı rahat idi. Ancaq mənim oturduğum parta biraz narahat idi açıqcası. Necə deyim? Otaq rahat idi. Ancaq məsəl üçün partaya qolumu qoyduqda müəyyən qədər səs falan gəlirdi deyə o da istər-istəməz həm məni, həm də digər tələbələri də narahat edirdi açıqcası. Biraz bundan əziyyət çəkdim. Vaxt mövzusuna toxunacaq olsaq, vaxtla bağlı ciddi bir problem yaşamadım. 2 saat yarıma bütün test tapşırıqlarını bitirə bildim. Kodlaşdırmadan da artıq müəyyən qədər bir şeylər etmişdim. Yəni vaxt hissəsində də bir problem yaşamadım. Gediş-gəlişdə də çox şükür bir problem olmadı. Ümidvaram ki, sizdə də olmadı. Məsələn, tək-tək ələ alsaq, biologiya həqiqətən də çox bəyəndim. Demək olar ki, bu son bir ayda biologiya oxumamağıma baxmayaraq, yəni zəif oxumağıma baxaraq, həqiqətən də biologiya ən çox yazdıqlarımdan biri ola bilər. Kimyanın suallarından da çox razıyam. Çox sadə suallar salmışlar, rahat suallar salmışlar. Situasiyanı da bəyəndim açıqcası. Çox gözəl bir situasiya salmışlar. Tam riyazi tipli bir situasiya idi. Yəni kimya ilə az əlaqəli idi, amma tam riyazi tipli bir situasiya idi açıqcası. Biologiyanın situasiyası da xoşuma gəldi. Həqiqətən də bəyəndim. Rahat bir situasiya idi keçən dəfəyə baxaraq. Və bu zaman DNT sualı da var idi. Orada o sualı da bəyəndim açıqcası. Çox rahat və gözəl bir sual idi. Onu da problemsiz şəkildə yazıb bitirə bildim. Yenə dediyim kimi təməl olaraq kimya səviyyəsindən də razıyam. Yəni tam orta və ya çətin tipli test tapşırıqları salınmışdı. Ancaq 7 iyuna müqayisə etsək daha rahat idi də deyə bilərik. Yəni bu imtahan daha rahat idi 7 iyuna müqayisə edərsək. Fizikaya gələcək olsaq, yenə bildiyiniz kimi mənim fizikam zəif idi, amma nisbətən burada da yəni fizikada biraz rahat olduğu görünür. Məsələn, situasiyadan daha rahat mövzudan düşdüyünü gördüm. Bu da əlbəttə məni biraz sevindirdi. 1-2 sual yazmağa cəhd etdim. Açıq tipli suallar, bu arada kimyanın açıq tipli suallarından tamamilə razıyam. Çünki çox rahat, çox gözəl salınmışdı. Qapalı suallarda yenə hər imtahanda olduğu kimi 1-2 dənə o çətin insanı işə düşürəcək suallardan var idi açığı və bu hər zaman da olur. Bu imtahanların zaten mexanizması budur. Amma məsəl üçün kimyanın açıq tipli tapşırıqlarından həqiqətən də qat-qat razıyam. Yəni çox bəyəndim həqiqətən də. Fizikanın açıq suallarından birini, ikisini yaza bildim bacardığım qədər. Dediyim kimi, yəni fizikada təməldə zaten bazam da az olduğuna görə və zəif olduğuma görə fizikadan açığı çox da bir şey yaza bilmədiyimi düşünürəm. Ancaq ümidvaram ki, dediyim kimi mən yanılaram və balımı artıraram. Və imtahandan çıxan zaman bizdən bir sorğu da götürdülər. Belə hardasa kitabça boyda bizə bir vərəq verdilər. Həmin vərəqdə imtahan otağının şəraiti, imtahan müəllimlərinin davranışı falan soruşuldu. Buna görə də Dövlət İmtahan Mərkəzinə həqiqətən təşəkkür edirəm. Bu əslində şagirdlərin düşüncələrini alıb növbəti imtahan şəraitlərində nəyi təkmilləşdirə bilərik, onun üzərində işləməklərinə daha kömək edir. Məsəl üçün bu çox maraqlı gəldi mənə. Məsələn, normalda yay günlərində imtahan otağının isti olunacağı gözlənilir, amma bu dəfə maraqlı bir situasiya yaşandı. O qədər sərin idi ki, yəni bəlkə də tutulacaq səviyyədə də deyə bilərik. Bəlkə də o zaman təbiətin öz bizə getdiyi bir güzəştdir ki, hər zaman imtahan günündə hava sərin olur. Ümidvaram ki, sizin də şəraitiniz yaxşı oldu, yaxşı yaza bildiniz. Çox gözəl nəticələrlə gələcəksiniz videonun altına şərhlərlə. Mən də yəni əlimdən gəldiyi qədər yazmağa çalışdım, çabaladım. Bu mənim son imtahanım idi. Artıq mən rəsmi olaraq 4-cü qrup ünvanımı tərk edirəm və onu sizlərə, onlara 11-ci siniflərə təslim edirəm. Yəni bundan sonra artıq önümüzdə nə var? İxtisas seçimi var. Bu arada sabah kanal üçün çox gözəl bir vlog videosu çəkəcəm. Bu gecədən başlayıram çəkməyə. Rayona getdiyim günün vlog videosunu çəkəcəm. Mənə dəstək olmaq istəyirsənsə kanala abunə olub bir də videonu bəyənsən həqiqətən də çox sevinərəm. Sağ ol. Salamat qal. Ümidvaram ki, istədiyin nəticəyi toplayarsan.